Bugün də Mövlud günüdür, çox şərafətli bir gündür. İslamın ən böyük bayramlarından biridir. Çox münasib fürsətdir bizlər üçün özümüzü təftiş etməyə, özümüzü araşdırmağa. Bu gecə Qədr gecəsindən sonra ən üstün gecə idi. Şabanın 15-ci gecəsi. Bu gecə Əhya gecəsi idi. Dua, ibadət üçün çox münasib bir gecə idi. Bu gecəni yatmaq yaxşı deyildi, yəni insan gecəni ayağını uzatsın, yatsın, yaxşı deyildi. Amma bacardığımız qədər bu gecəni bizə tövsiyə ediblər ki, əhya halında keçirin, çünki Allahın rəhməti bu gecə yerə nazil olur. Və bugün çox şərafətli gündür. Günün qürubuna qədər də həmin imkanlar bizim əlimizdə qalır. Həmin dua, istiğfar imkanı günün sonuna qədər bizim əlimizdədir. Biz böyük bir nemətə sahibik. O da məhdəviyyət inancıdır. Allah bizə məhdəviyyət İmam Zamanı tanımağı və gözləməyi çatdırıb bizə, tanıtdırıb bizə. Demirəm, layiqincə tanımışıq, amma şükür olsun Allaha ki, məhdəviyyət İmam Zamanın zuhuru inancı bizdə var. Bu inanc çox böyük sərmayədir. O qədər böyük sərmayədir ki, mən deyərdim ki, məhdəviyyətsiz, İmam Zamansız İslam, İslam deyil, din deyil.